Novruz bayramı günlərində yolumuzu Şabranın Ağbaş kəndindən saldıq. Bu səbəbsiz deyildi. Çünki nəinki Ağbaş kəndinin, Şabranın, hətta şimal bölgəsinin ən uzun ömürlü sakini olan Meynas Maksudova burada yaşayır. Əvvəlki illərdə ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri ilə bağlı evinə qutu gətirilərkən hazır cavablığı ilə diqqət çəkən Meynas nənəyə həm də dilli dilavər, gümrah, övladcanlı, uzun ömürlü demək olar. Söhbətə başlayan kimi suallarımıza əhatəli, ətraflı cavab verməyindən bu ən yaşlı Şabran sakininin maraqlı bir ömür yaşadığını başa düşdük. Özü tərcümeyi halını aydınca danışdı. Söylədi ki, Şabranın Baş Əmirxanlı kəndində doğulub, ana-atasını vaxtsız itirib. Dayı yanında böyüyüb, amma əziyyət çəkməyib. 16 yaşında Baş Əmirxanlıdan Ağbaş kəndinə gəlin köçən Meynas nənə Məhəmməd adlı gənclə ailə həyatı qurub. Danışır ki, 20 il əvvəl itirdiyi ömür gün yoldaşı ona yaxşı baxıb, çətinlik çəkməyə qoymayıb. O həm də gəncliyində çox işlək olduğunu da açıqlayıb. İşçilərlə getmişək, pavadur dəriblə getmişək, aşqazıyla getmişək, nə desən işə getmişək. Mənim yoldaşım deyib ki, özü iş yolduqları, sən işə getməsən, heç kəs gedib iş görməz şöyle. Yoldaşınız nə işləyirdi onda? Partkor işləyib, kənd səfəti işləyib, gənədən yüksək işləyirdi, axır yaxşı işlər işləyib. Çörəyi yaxşı olub, pulu yaxşı olub, dolanacağı yaxşı olub. Hə, yaxşı baxmılar mənə. Allah razı olsun, Allah valaları saxlasın. Meynas Maksudova həyat yoldaşı Məhəmmədlə 5 qız, 5 oğlan olmaqla 10 övlad böyüyüb. Deyir ki, Novruz bayramı bütün övladları, nəvələri onu görməyə gəlmişdi. Meynas nənənin 10 övladdan 35 nəvəsi, 80 nəticəsi, 15 kötükçəsi var. O, hazırda Kəlbəcərdə qulluq edən nəvəsi Məhəmməddən ürək dolusu danışdı. Dedi ki, vətən müharibəsində iştirak edən Məhəmmədin bədənində 2 yerdə düşmən gülləsi hələ də qalıb. Gülləsi qolundadır elə, çıxarmır həkimlər ki. İki damarın arasındadır. Ayağında qıçı sınır, parmağı sınır. İndi kiçik oğlu Etibarın ailəsi ilə yaşadığından da söz açan Meynas Maksudova övladlarının hər birindən razılıqla danışdı. Meynas nənə gümrahlığı ilə də diqqət çəkir. Gedib özünə çay süzür, istəyəndə tikişlə də məşğul olur, həyətə düşüb yerdi belləmək istəyir. Çay köpük gətirirəm, qoyuram. Soğuduram, gedib görürüm, üstünə də tökürəm. Şu çay deyil, xorək deyil. Lap pişirə də bilirəm, bir elə kartol soyurlar. Onu da soyuram, yoğuruyuram, verirəm. Onlar da pişirir, mən qazala baxıram, yanmasın. Şabranın Ağbaş kəndinin Ağbirçək Meynas nənəsi Azərbaycan xalqının Novruz bayramı münasibəti ilə də təbrik elədi. Xoş günlər arzulayıram cəmaata, həməşə. Mənim də balalarım olan içindədir, qeymətə qoydu. Aytəkin Alxaslı, Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim Media. Allah köməli olsun. Allah balalarımızı canımızı saxlasın.